Her vaxtınız xeyir olsun yoldaşlar. Ekranda gördüğünüz suallar 15 Mart AS imtahanının suallarıdır. Və siz informatika fənni üzrə AS və AB imtahanının bütün suallarıdır. İnformatika fənni üzrə bu sualları dinləyin. Lakin kanalımızda BA-nın və BB-nin də imtahan suallarına qulaq asın. Çünki çox maraqlıdır və bir-birinə çox oxşuyur qəbullar və xarakterik olaraq nə qədər çox baxsaz o qədər keyfiyyətli nəticə əldə edərsiniz. Növbəti videolarında isə siz mart və aprel ayında təşkil edilmiş digər qəbulları və məntiqlərin də suallarını görəcəksiniz. Vaxt itirmədən keçək 56-cı suala. Bu tipli suallar üçün çox gözəl bir düstur təklif eləmişəm. Demişəm ki, and və or ilə verilənləri bir toplayın və digərlərini də bir toplayın və bir-birinə bərabər eləyin və cavabı rahatlığını tapacaqsınız. Gördüyünüz kimi yoldaşlar, burada və yanı, yəni oru bu işarə ilə göstərib. Deməli bu ordu. Və-ni də bu işarə ilə göstərib. Deməli bu da deməli adlanır and. Bu ikisini toplayırsınız. Yəni 1380 ilə 40-ı toplayırsınız. Bərabər olur tək olanların, yəni bunun və bunun cəmini. 210 üstəgəl x. Buradan 1380 üstəgəl 40 1420 eləyir. 1420-dən də 220-ni çıxanda 1210 olur. Düzgün cavab Y variantı. İndi keçirik 57-ci suala. 57-ci sualda nə deyir bizə? Baxaq. Windows 11-də susmaya görə hansı brauzerdən istifadə olunur? Yoldaşlar, təbii ki, çaşıb iki ehtimal arasında qala bilərsiniz. Ya C ya da D. Amma Internet Explorer'in lisenziyası Windows 10'da bitdi. Ona görə Microsoft Edge doğru cavabdır. Çünki artıq Internet Explorer istifadə olunmur. Növbəti sual 58. Unicode-da hər bir simvol üçün cəmi 16 bit yer ayrılır. Burada da nöqtə simvolu soruşub. Nə soruşursa fərqi yoxdur. Unicode-da hər bir simvol 2 bayt yer tutur. O 2 bayt da 16 bit deməkdir. Çünki hər bayt 8 bitə müqabildir. 59-cu sual keçmiş qəbulların da birinə düşmüş təkrar sualdır. Mən sizə sualın gedişatını göstərəcəm, amma videonu saxlayıb özünüz həll edərsiniz. Deyir ki, Y1 xanasında olan düsturu Y2, Y5 xanaların hər birinə sürüşdürün, sonra Y6 xanasındakı qiyməti müəyyən edin. Yəni bu düsturu sürüşdürməliyik aşağı, aşağı, aşağı və aşağı. Sonra hər bir sətrin cavabını tapmalıyıq və onları toplamalıyıq. Birini göstərirəm, baxın. Tutaq ki, Y1 xanasından Y2 xanasına sürüşdürməyi göstərirəm. Y1-dən Y2-yə sürüşdürəndə hərflər dəyişmir ki. Gördüyünüz kimi sütunlar Y idi, Y də qalıb, düzdür? Amma sətirlər 1-dən 2-yə doğru dəyişib, yəni bir vahid artıb. Onda sətirləri bir vahid artırırsınız. Olacaq A $1. Bilirsiniz ki, dollar olanda dəyişdirmirik. Vurulsun. Dollar C1 olacaq dollar C2 və kvadratı. Bunu belə düz yazın. Sonra üstə gəl. Dollar B, dollar 1 dəyişə bilməz. Demişik dollar olanlar dəyişmir. C1 olacaq C2, yenə dollar. D dollar 1 yenə dəyişməyəcək. Şimdi bunu bir neçə dəfə icra edəcəksiniz və sonra cavabları tapacaqsınız. Məsələn, A1 üstə gəl C2'nin kvadratı, C2'nin kvadratı, üstə gəl B1, üstə gəl C2 və üstə gəl D1. Cavabı tapdınız, tutaq ki, məsələn, 50-60, 70. 5'inin də cavabını toplayırsınız, cavabı tapırsınız. Özünüzü yoxlayın, istəyirsiniz videonu saxlayın, yoxlayın. Doğru cavab isə D variantıdır, 495'dir. Çox çətin sual deyil, lakin çox vaxt aparan sual. Növbəti sual. Verilmiş qrafik təsvir
512 vur 512 pikseldən ibarətdir. Kadr buferinin dərinliyi 8 bitə bərabərdir. Bəs 8 belə təsvir yaddaşda nə qədər yer tutar? Bunun üçün də bir düstur vermişik. Yaddaş bərabərdir. Şəklin eni vurulsun uzunu, vurulsun bit sayı. Burada yaddaş bərabər olacaq. En və uzun 2 üstü 9 vur 2 üstü 9. Bit sayıda 8'dir. Yəni 2 üstü 3. Vur 8. Çünki 8 dənə şəkildə axı. Vur 2 üstü 3. Bu da neçə edir? 2 üstü 24. 2 üstü 24 nə? Bit. Şəkil məsələləri ən azından bitlə cavabın hesablandığını bilməlisiniz və megabayta keçmək üçün 2 üstü 23'ə bölürsünüz. 2 üstü 24'ü 2 üstü 23'ə böləndə qalır 2 üstü 1, yəni 2 megabayt. Növbəti sualımız isə 61-ci sualdır. İnformasiya həcmləri 18, 34 və 52 və 43 kilobayt olan 4 faylı 6 kilobaytlıq klasterlərə yazırıq. Bu da yoldaşlar maraqlı bir mövzudur. Təbii ki, bu mövzudan xəbəriniz yoxdursa, bunun hesablama qaydası da sizə çətin gələ bilər. Bax, 18 dənə, daha doğrusu 18 kilobaytlıq faylı yazırıq 6 kilobaytlıq klasteri. Bəzən tələbələr bu sualda səhv edir. 18, 34, 52 və 43'ü toplayıb, sonra 6'ya bölür. Bu düz yanaşma deyil. Hər bir fayl o birisi faylla eyni klasterə girə bilməz. Yəni, hər klasterə bir fayl daxil edə bilərik. 18 kilobayt üçün 6 kilobaytlıq klasterlər 3 dənə lazımdır. Nə bilin, 18'i böldüm 6'ya elədi 3. 34 kilobaytlıq fayl üçün 6 kilobaytlıq klaster 5 dənəsi bəs deyil. 34'ü 6'ya böləndə 5 tam nə qədər edir? Ona görə 6 dənəsi lazımdır. 52 kilobayt üçün 9 dənəsi lazımdır. 42 kilobayt, 43 kilobayt üçün isə lazımdır neçə dənəsi? 8 dənəsi. Şimdi bunları toplayırsınız. Nə qədər edir? Deməli 11, bu da 15. Elədir 26. 26 klaster zanit olacaq. Hərəsi də 6 kilobaytdır. Cavab edir 156 kilobayt. Yoldaşlar, növbəti fiyasko suallardan biri isə 62-ci sual. Bir dövlət qulluqçusu tələbəsinə kabellərin bu qədər dərin məlumatları heç vaxt lazım olmayacaq. Amma bunu düşünməyən bəzi şəxslərin yazdığı bu suallar yenə Dövlət İmtahan Mərkəzinin informatika testlərinin arasında rastımıza çıxdı. Məsələn, Dövlət İmtahan Mərkəzi bu sualın yerinə daha samballı bir Word proqramından, Windows proqramından sual salsaydı, yenə heç kim heç nə deməyəcəkdi və heç bir problem olmayacaqdı. Dövlət İmtahan Mərkəzinin gözəl imtahanlarına bir neçə sualla kölgə salmamalıdır bəzi şəxslər. O şəxslər qurumun nüfuzunu zədələməməlidir bir neçə belə. Məncə bunlara mənasız sual demək olar. Yəni, çox rahat şəkildə. Sizdən düzgün kabellər haqqında düzgün mülahizələri istəyib. Ekranlaşmamış vurulmuş cütlərin üstünlükləri kabelin ucluqlarındakı ucluqların montajının sadəliyidir. Yəqin ki, Dövlət İmtahan Mərkəzinin bu sual yazan ekspertləri düşünür ki, biz hər birimiz gedib kabelləri mərkəzi kabellərlə, digər kompüterlərlə özümüz quraşdıracağıq. Yəni, bu işin peşəkarları var, IT mütəxəssisləri var, kompüter mühəndisləri var. Onsuz da onlar da ixtisasdan müsahibədə sual-cavab olunurlar. Yəni, bunun nə aidiyyatı var ki, bura salmalı? Çox modalı kabellərdə ötürmək üçün işıq diodu istifadə olunur və bir modalı və çox modalı tiplər arasında əsas fərq kabeldə işıq şüalarının keçməsi rejimlərinin təbii ki, müxtəlifliyidir. Cavab D variantı. 63. Doğru mülahizələri soruşur yenə də. Əməli yaddaşın xanalarına registr deyilir, səhvdir. Registr mikroprosesorun daxili oyuqlardır. Konstruktiv olaraq plotterlər barabanlı və planşetli olurlar. Bəli. İnformasiya əməli yaddaş tərəfindən emal olunur. İnformasiya mikroprosesor tərəfindən emal olunur.
Prosesin tak tezliği dedikdə vahid zaman anında informasiya bitlərinin miqdarı ilə nəzərdə tutulur. Bu da doğru deyil. İnformasiya bitlərinin miqdarı yox, vahid zaman anında yeni itirdiyi əmrlərin sayı. Doğru cavab belədir. Streamer informasiya maqnit lenti üzərində saxlayan xarici yaddaş qurğusudur. Düzdür. Kontrollerlər giriş-çıxış qurğularını əlaqələndirir mərkəzi prosesorla. Düzdür. Monitorun ekran piksellərinin qiyməti nə qədər böyük olsa, təsvir o qədər kobud alınır. Bəli. Gərək piksellər kiçik olsun ki, təsvir keyfiyyətli olsun. Yəni piksellər kiçik-kiçik olmalıdır, amma çox olmalıdır da yəni. Burada belə deyim, sadəcə 5-i, 6-nı, 2-ni bilməklə də və yaxud bir neçəsini bilməklə də çıxdaş eləyərək də cavabı tapmaq olurdu. Cavab Y variantı. 64-cü sual. Slayd obyektlərinə verilmiş animasiya effektlərinin başlama formalarına aid deyil. Başlama formaları with previews, after previews və on click'dir. Bunları çıxacağıq, cavab qalacaq. Slow, medium, fast. Cavab A variantı. Bu da nəzəriyyədə olan konkret bir məlumatdır. 65. Sənətdə üfüqi və şaqırı xəttkeşlərin gizlədilməsi hansı tabdandır? View. Ümumiyyətlə, görünüşlə bağlı şeylərin əksəriyyəti view'da yer alır. 66. Proqram təminatı dedikdə nə başa düşülür? İdarə etməni və yeni informasiya emalının təşkilini təmin edən proqramlar toplusu, belə deyək. Növbəti sualımız təhlükəsizlik divarının əsas növlərinə aid deyil. Yoldaşlar, bu da biraz ağır sualdır. Düzgün cavab paket sıralama. Təhlükəsizlik divarı müxtəlif paketlərin belə deyək, yoxlanması, filtrlənməsi və bu kimi əməliyyatları həyata keçirir. Amma paket sıralamaq təhlükəsizlik divarının fəaliyyət çərçivəsinə daxil deyil. Bu sualda biraz mənim fikrimcə imtahan səviyyəsini aşan bir sual idi. 68-ci sualda xanaya pul formatı tətbiq etmək üçün hansı düymədən istifadə olunur? Fikrimcə burada hər şey aşkardır. Qəpik və kağız pul şəkli var. Rahatlıqla mənimsəyə bilərdiniz bunu. 69-cu sualda kursor növbəti abzasın başlanğıcında olanda həmin abzası əvvəlki abzasa birləşdirmək üçün hansı klaviatura kombinasiyasından istifadə olunur? Düşünün ki, məsələn, tutaq ki, kursor buradadır. Bunu özünə əvvəlkinə birləşdirmək istəyirsiniz. Nə edəcəksiniz? Nəyə çıxacaqsınız? Təbii ki, backspace çıxacaqsınız ki, öndəki bir dənə boşluq silinsin və abzaslar bir-birinə birləşsin. 70-ci sualda da start menüsünün kontekst menüsünə aid olmayanı seçin deyir. Bu rahat sualdır. Start menüsü belə deyək, taskbar üzərindədir. Orada recycle bin yoxdur. Recycle bin ekrandadır. Ona görə fərqli olan Y variantıdır. Yoldaşlar, burada proqram təminatı dedikdə nə nəzərdə tutulur? Burada müxtəlif variantlar var. Xüsusi nəzarət və test proqramları, əməliyyat sistemlərinin imkanlarını genişləndirən proqramlar, yeni informasiya sistemlərinin yaradılması üçün istifadə olunan proqramlar, tətbiqi proqramlar üçün bir mühit yaradan proqramlar, informasiya emalının təşkili və idarə edilməsi üçün nəzərdə tutulmuş proqram kompleksi. Burada biz böyük ehtimalla sistem proqram təminatı sözünü qaçırtmışıq. Sistem proqram təminatı və yaxud baza proqram təminatı yazılsaydı, o zaman daha doğru olardı. Biz burada ola bilər bir xəta eləmişik. Mən videonu yekunlaşdırandan sonra sualın orijinalına baxıb sizə məlumat verərəm. Bilirsiniz də, gəlin sizin üçün software'ını açım. Nə demək istədiyimi rahat başa düşəsiniz. Baxın, bizim 3 əsas proqram təminatımız var da. Bunlar
Hansılardır? Sistem proqram təminatı, instrumental proqram təminatı və tətbiqi proqram təminatı. Kompüterdə informasiya emal prosesini təşkil edən və kompüterin ümumi işini idarə edən, həmçinin ona xidmət göstərən proqram təminatı sistem proqram təminatı adlanır. Orada sualda servis xidməti proqramlarının tərifi yoxdur deyə, yəni xidmət, dəstək, bu anlayışlar yoxdur deyə düşünürəm ki, sistem proqram təminatının baza qoluna işarə verib. Yəni burada ya baza proqram təminatı yazılmalı idi, ya da sistem proqram təminatı yazılmalı idi ki, doğru cavab C olsun. Biz ola bilər ki, o sözü unutmuşuq. Bu səhvimizi üzürlü sayın. Videonun altına bununla bağlı qeyd aparacağım, məlumat verəcəm. Sağ olun, özünüzdən müğayət olun. Kanalımızdakı digər videoları da izləyin. Çünki onlar sizin üçün çox faydalıdır. Salamat qalın.